Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Xoş gördük yeni videomuzda hər birinizi. Ümid edirəm ki, hər biriniz yaxşısınız. Bugünkü videomuzda sizlə baxırıq 2014-cü ilin 4-cü qrup 1-ci qəbuluna, yəni 18 mayda keçirilən qəbuluna. Başlayaq suallarımızın izahına. 26. Bir cins elektrik sahəsinə qüvvə xətlərinin əksi istiqamətində daxil olan elektron necə hərəkət edər? Bir cins elektrik sahəmiz olsun bu istiqamətdə. Bilirik ki, müsbətdən mənfiyə yönəlir qüvvə xətləri və bura qüvvə xətlərinin əksinə elektron daxil olur. Elektron yəni bu istiqamətdə daxil olur. Elektron mənfi yükdür. Mənfi yük müsbətə tərəf yeyinləşən hərəkət eləyəcək, çünki müsbətə cəzb olunacaq. Ona görə də düz xətli bərabər yeyinləşən hərəkət. Bir də 26-da doğru cavab C olacaq. 27. Bu qüvvələrdən hansı mənfi iş görür? Deməli, bizə deyir ki, 3 qüvvənin təsiri ilə hərəkətə başlayır. Gəlin əvvəlcə biz əvəzləyici qüvvəni tapaq görək. Cisim hansı istiqamətdə hərəkət eləyir? Ondan sonra müəyyən eləyək ki, hansı qüvvə mənfi iş görür. Deməli, ilk öncə bax 3-dən 2-nin əvəzləyicisinə baxsaq, əks istiqamətdə olduqlarına görə çıxırıq və bu ikisini silib, bu ikisinin əvəzinə, elə bil bu ikisinin 2F ilə F-i silib, bura bir dənə F yazsaq. İndi F1 ilə bu F perpendikulyardır deyənə, bunların əvəzləyicisi bu istiqamətdə olacaq. Yəni cisim bu istiqamətdə hərəkət edir. Həm yuxarıya gedir Y oxu boyunca, həm də sola doğru gedir. Onda burada hansı qüvvənin işi mənfidir? Yer dəyişməyə əks olan qüvvənin işi, yəni ki, ikinci istiqamətdə F2-nin işi əks mənfi olacaq, çünki yer dəyişməyə əks istiqamətdə gedir. Doğru cavab olur burada D variantı. 28. Temperaturu ölçmək üçün istifadə olunan cihaz termistordur. Uzaq məsafələrdə temperaturu ölçmək üçün istifadə olunur. 29. Fotocəryan şiddətinin katodla anod arasında gərginlikdən asılılıq qrafiki verilmişdir. Qırmızı sərhəd verilib bizdən fotonun enerjisini soruşur. Bilirik ki, foton bərabərdir A çıxış üstəgəl Y kinetik. Y kinetikin də yerinə Y saxlayıcı yazarıq. Bizdən fotonun enerjisini soruşur deyə A çıxışın yerinə qırmızı sərhəd tezliyi verilibsə H minimal üstəgəl YU saxlayıcı yazıb hesablayarıq. H-ı verib 6 onda 6 10 üstü mənfi 34 vurulsun 5 vurulsun 10 üstü 14 üstəgəl 1,6 vur 10 üstü mənfi 19 vurulsun U saxlayıcı da 4'dür. Bərabərdir. 6,6'ın 5'ə vuranda eləyəcək 33 vurulsun 10 üstü mənfi 20 üstəgəl 1,6'nı deməli 4'ə vuranda 6 onda 4 vur 10 üstü mənfi 19. Bunu deməli 3 onda 3 eləyib bunu da mənfi 19 eləsək 10 üstü mənfi 19'u çölə çıxartsaq 3 onda 3 ilə 6 onda 4'ü toplasaq nə verər bizə? 9 tam düz hesablayırıqsa onda 7 olmalıdır. Amma hardasa hesab səhvinə baxdıqmı biz? Biz burada U saxlayıcını mənfi 3 götürməliydik. Mən orada 4 götürmüşəm, üzr istəyirəm. U saxlayıcımız 3'dür. Onda olacaq 4,8. 4,8 olanda da burada 3,3 ilə 4,8'i toplayanda da olacaq 8,1. Özüm göyrəklə yazdım ki, biləsiniz, harda səhv var. 8,1 vurulsun 10 üstü mənfi 19. Cavab C. Getdik 30. Rəqs konturunda cəryan şiddəti 0,1. Yaxşı görünmür biraz bu PDF. Amma nədirsə idarə eləyək. Sinus 100T qanunu ilə dəyişir. Elektrik tutumu 2,5 mikrofarad olan kondensatorun elektrik sahəsinin enerjisinin maksimal qiymətini hesablayın. Elektrik sahəsinin enerjisinin maksimal qiyməti elə tam enerji deməkdir. Bizim əlimizdə cəryan şiddəti maksimal qiyməti ilə tutum var, bir də omega var. Biz burada yaza bilərik ki, Q kvadratı bölünsün 2'si. Amma Q yoxdur axı əlimizdə. İM bərabərdir, QM omega yazarıq. Bizdə də tam enerji maksimal qiymətdə QM kvadrat bölü 2'si idi. Əvvəlcə buradan QM-i taparıq. İM bölünsün omega ilə. İM'imiz 0,1, omega'ya 100'ə böləndə 0,1, yəni 10 üstü mənfi 3. İndi
Gedib qoyaq yerinə Q-nun kvadratı 10 üstü mənfi 3-ün kvadratı 10 üstü mənfi 6, 2 vurulsun, 2 onda 5, 10 üstü mənfi 6, mikroda 10 üstü mənfi 6'dır. Bunlar gedəndə 1 bölünsün 5, bu da eləyir 0,2 joule. Doğru cavab Y variantı olacaq. 31. Bizə deyir ki, qrafikdə cərəyan şiddətinin maksimumu. Cərəyan şiddətinin maksimumu olursa, deməli, onun minimumu olmalıdır. Çünki onunla cərəyan şiddəti əks komandalardadır. Biri maksimumda, digəri minimum olur. Onun da minimumu sıfırları da 2 ilə 4 olacaq D variantı. 32. OX oxu üzrə hərəkət edən cisimlərin hərəkət tənlikləri verilmişdir. Eyni zaman müddətində hansı cismin yer dəyişməsinin modulu ən böyükdür? X düsturunda yer dəyişmə nəyə bərabərdir? X0, X bərabər X0 plus SX və yaxud da X0 üstəgəl VXT. Üstəgəl də ola bilər, çıxma da ola bilər. Bizə modul dediyinə görə üstəgəl çıxmaya baxmırıq. Bax, bu hissə ən böyük olan T-nin əmsalı hansında ən böyükdür? B-də. Baxın, 6T-dir. Qalanları 3, 2, 4 və 1-dir. Bir də B-də 6 olduğuna görə doğru cavab olur B. Ən böyüyü yəni. 33. Yaylı rəqqas harmonik rəqs edir. Yaya bağlanmış yükün kütləsini 4 dəfə artıranda sürətin amplitud qiyməti necə dəyişər? Baxaq, yayın sərtliyi və rəqsin amplitudu da sabitdir. Gəlin onda düsturlarımızı yazaq. Vm bərabərdir xm omega bərabərdir xm kök altında k bölünsün m. Yayın sərtliyi sabitdir, omega da sabitdir. Bunu biz 4 dəfə artırırıqsa kütləni, sürət kütlənin kök altı tərsdir. Onda 2 dəfə azalacaq da. Yəni doğru cavab olacaq A variantı. 34. Mayenin qabın dibinə göstərdiyi təzyiq maye sütunun hündürlüyündən asılılığı verilib. Rho-nu istəyir bizdən. Deməli, P bərabərdir bilirik. Rho GH düsturuna görə Rho bərabərdir. P bölünsün GH. O da bərabərdir. 0,7 qiyməti ilə baxıram və kilopaskaldır. 0,7 vur 10 üstü 3. G-si 10. H-ı da neçədir? 10'da 1. Aşağı 1 eləyir. Onda yuxarı olur 700. Doğru cavab A. 35. Vakuumda yayılan işığın dalğa uzunluğunun rəqs periodundan asıllıq qrafiki hansıdır? Deməli, lambda bərabər ST-yə görə qrafik olur D variantı. 36. Maqnit induksiyasının vahidi hansıdır? Tesladır. 37. Sarğacda cərəyan şiddətini 4 dəfə artıranda maqnit seli 60 mV artır. Bu nə deməkdir? Maqnit seli elidir də. Sarğacda cərəyan şiddəti artdıqca, fi artırsa bunlar düz mütənasibdir. Yəni əslində cərəyan şiddətini 4 dəfə artıranda ilə fi də 4 dəfə artır. Onda fi üçün həm yaza bilərik ki, əvvəlki qiymətdən 60 vahid böyükdür. Həm də əvvəlkindən 4 dəfə böyükdür. Onda bu iki bərabərlikdən 3 fi 1 60, fi 1 də 20. Bizdən də başlanğıc qiymətini soruşur və milli V1-dən verdiyinə görə biz də çevirməmişik. Elə cavabımız da milli V1-dən olacaq. Cavab B. 70 nə idi? 38. Çubuğun mütləq uzanması 2 dəfə azalanda elastiklik qüvvəsinin modulu necə dəyişər? F elastiki bərabərdir Kx-a. Mütləq uzanma əgər 2 dəfə azalırsa, elastiklik qüvvəsi də təbii ki 2 dəfə azalacaq, çünki X-dan düz asılıdır. Cavab C. Sonra 39. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. Qoşulubsa, U sabitdir. Məsafəni azaltdıqda, yəni D azalanda tutum və yük necə dəyişər? Tutumun düsturu epsilon 0 S bölünsün D. Məsafə azaldıqca bu artır. Yük bərabərdir CU. U sabitdir, tutumdan düz mütənasib asılıdır. O zaman tutumdan düz mütənasib asılıdırsa, tutum artdıqca Q də artacaq. Çünki tutum da D ilə tərs asılı oldu. Ona görə hər ikisi artırsa doğru cavab olur B. 40. Hər birinin müqaviməti R olan N sayda naqili paralel birləşəndə ümumi müqavimət hansı olur? Paraleldə U'lar eyni olurdu. R'lər tərs toplanıb tapılırdı. Və eynidirsə hamısı R paralel bərabərdir sayına bölürdükdə R bölünsün M tərs qiyməti ilə tapıldığına görə. Ardıcılda isə R vurulsun N olurdu. 41. Verilmiş kütləli ideal qazın hal dəyişməsi verilib. AB və BC hissələrində sıxlıq necə dəyişər?
AB hissəsində P sabitdir, T artır. Demək ki, sıxlıq azalır. Çünki rho bərabərdir P-n böl RT-dir, düzdür. BC hissəsində PT-dən düz asılsa V sabit, V sabitdə də rho sabit olur. Demək, burada dəyişməz. Digərində isə azalar. Azalar cavabımız D variantındadır. 41-də D. 42. Cisim başlanğıc sürətlə yuxarı atılıb, atıldıqdan 2 saniyə sonra hansı hündürlükdə olar? Yuxarı atılıbsa yavaşlayan hərəkət eləyir. Onda H bərabərdir V0T çıxılsın, JT kvadrat bölü 2 ilə yerinə qoyub hesablayaq. 30 vur 2 çıx, 10 vur 2-nin kvadratı bölü 2 bərabər 60 çıxılsın 20. Bu da olacaq 40 metr hündürlükdə. Doğru cavab D variantı. 43. Sarğacı maqnit sahələrinin enerjiləri arasındakı münasibət. Baxaq. Deməli, sarğacı maqnit sahəsinin enerji düsturu L kvadrat bölü 2. L'lər hamısında eynidir. Bizə lazımdır ki, i'ləri müqayisə edək. İ'lərə baxanda paralel qollarda əvvəlcə 1-dən 2-yə baxıram. Bu 1-dir, bu 2-dir. İnşallah ki, düz gördük. Bu da 3-dür. R-lə 2-dirsə, paralel qollarda o sabitdir deyə i'lər tərs asılıdır R-lə. Ona görə burada 2, burada i olacaq və burada da 3i olacaq da. Çünki bu 3i gedir 2 yerə bölünür. Bir hissəsi yuxarı, bir hissəsi aşağı. Deməli, L'lər eyni olduğuna görə i isə ən böyük olan 3-dür. Ona görə enerjisi də böyükdür. Sonra 1-dir, sonra 2-dir. 3, 1, 2 cavabımız da Y-dədir 43-də. 44. Verilmiş radiusu çeviri üzrə hərəkətdə radiusu soruşur. A bərabərdir V kvadrat bölü R-dən. R-i tapsaq, V kvadrat bölünsün A. V-nin bu qiyməti ilə işləsək, 2-nin kvadratı bölünsün 8, o da eləyir 0,5. Yəni, doğru cavab A. 45. Tərpənməz blok vasitəsilə sabit sürətlə qaldırmaq üçün ipin sərbəst uzuna F qüvvəsi tətbiq edilir. Bu cismi tərpənən blokla qaldıranda tərpənən blok nə edir? Qüvvədə qazanc verir 2 dəfə. Qazanc nə deməkdir? Yəni, biz daha az qüvvə sərf edirik. 2 dəfə az qüvvə sərf edirik tərpənən blokda. Ona görə Y olacaq. Bu da nəzəri sualdır. 46. Verilmiş cismin temperaturunu 1 Kelvin artırmaq üçün lazım olan istilik miqdarı necə adlanır? Təbii ki, istilik tutumu. Çünki Q bərabərdir Sm delta T və yaxud da S ilə M-ə böyük S desək, S delta T. Verilmiş cismin temperaturunu 1 Kelvin artıranda istilik miqdarı istilik tutumuna bərabər çıxır. Ona görə Y variantı olacaq. Amma 1 kiloqram maddənin temperaturunu 1 Kelvin artırmaq desəydi, xüsusi istilik tutumu olardı. Yəni, fərqə diqqət edin. 47. Lorentz qüvvəsinin istiqaməti. Əlimizi tutacaq. Mənfi yüklüsə axırda tutduğumuzun əksini alacaq. Deməli, nöqtədirsə, şəkildən bizə doğrudur B xətləri. Ovcumuzun içi müstəviyə baxmalıdır. Yəni, şəklə doğru. Sürət 4 barmaq sağ istiqamətdə. Onda baş barmağı biz aşağı alırıq da. Elə bilin ki, 4 barmaq belədir. Baş barmaq belə və əlimizin üstünü görürük nöqtədə. Amma mənfi yükdür deyə biz yuxarını götürəcəyik sonda. Və ona görə də yuxarı hansıdır? 3. Doğru cavab olur B. 48. Silindirdə poşetin altında olan buxarın izotermik genişlənmə halı verilmişdir. BC hissədə buxarın konsentrasiyası necə dəyişər? BC hissə bildiyimiz kimi doymayan buxardır. AB'də də soruşur. AB'də izotermik prosesdə doyan buxarın P, rho, N-i dəyişmir. Yəni, təzyiqi, sıxlığı və konsentrasiyası. Ona görə AB-də dəyişməz. BC isə doymayan buxardır. V getdikcə artdığına görə N bərabər N böl V-yə görə V artırsa N azalır. BC-də azalacaq. Doğru cavab Y variantı olacaq. 49. Atomun enerji səviyyələri verilib, fotonların enerjisi arasındakı münasibət. Biz dərs zamanında deyirik ki, fotonun enerjisi şaquli xətt böyük olanda enerji böyüklüyünü göstərir, kiçik olanda kiçikliyini. Deməli, ən böyük xəttdə ən böyük enerjidir. 3 böyükdür 1-dən, 1 də böyükdür 2-dən. Doğru cavab C. Və sonuncu 50-ci sualımız yükə təsir edən qüvvə. F bərabərdir QY, 6 vur 10 üstü 3 vurulsun 2 vur 10 üstü mənfi 6. O da bərabər 12 vurulsun 10 üstü mənfi 3. Doğru cavab olur A. Bu həftənin də testlərinin beləcə sonuna gəldik. Ümid edirəm hər şey sizin üçün aydındır və imtahana hazırlıq üçün
Bu izahlar sizdə mühüm rol oynayır. Əgər sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, ekranda yazdığım nömrədən WhatsApp-la əlaqə saxlayıb qoşula bilərsiniz. Qeyd edim ki, sınaq qrupumuz tamamilə ödənişsizdir və hər həftə 4 sınaq atılır. İkinci şans imtahanına qədər sınaq qrupu aktiv olacaq inşallah. Hər həftənin əvvəl 4 sınaq atılır. Siz bunu işləyirsiniz həftə ərzində və həftə sonu da izahlar atılır, yoxlayırsınız və səhvlərinizə, yazmadıqlarınıza baxıb yararlanırsınız. Videonu istədiyiniz dostlarınızla da paylaşa bilərsiniz. Kanalımıza abunə olmağı və videonu paylaşıb rəy bildirməyi unutmayın. İnşallah gələn videolarda görüşənə qədər. Hələlik.